2016-cı ildə Qurbanov Əvəz adında bir vətəndaş Parlaq Məkan deyə bir şirkət yaradı. Ondan sonra başlayıb tenderləri utmağa. Elə belə yox, milyonluq tenderlər. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Məsələn, 2020-ci ildə Vətəndaşların Xidmət İnnovasiyaları Agentliyinin tenderini bu şirkət qazanır. Eyni şəkildə adını dəyişən Dövlət Agentliyinin 2022-ci ildə ehim olaraq fəaliyyət göstərib tenderi yenə bu şirkət qazanır. Məsələ burasıdır ki, Qurbanov Əvəzin oğlu Əli Qurbanov da sözü gedən Dövlət Agentliyində təmizlikçilərin rəhbəri vəzifəsində işləyir. İl olur 2023-cü il, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə şirkətə məcburi auditdən yayındığına görə Binəqədi rayon məhkəməsinə verirlər. Elə bilə məbləğdir, 1500 manatdan 2500 manata kimi cərimədir. Olsun, şirkət deyir, dərhal Qurbanov Əvəz dəyişir olur Azər İsmailov, Parlaq Məkanda adını dəyişir təmizliyin incisi. Olsun, 2025-ci ildə Asan Xidmətdə 840 min manatlıq tenderdir. Bir həftə əvvəldə Asan Xidmətdə 2,6 milyon manatlıq tenderdir ki, Asan Xidmətin təmizliyi mənlikdir. Qurbanov Əvəz də Azərin bacısının həyat yoldaşıdır. Məsələ burasıdır ki, Azərdə prezidentin köməkçisi Fuad Ələsgərovun yaxın qohumudur. Özü də yer azdılar da, eyni kətdəndirlər. Təsadüf. Və sizə 2,6 milyon manat versəm, haranı təmizləyərsiniz?